Demək, axşamınız xeyir olsun. Demək, yoldaşlar, bu izahımda DİM-in ikinci nəşr, demək, kompüter şəbəkələri və internet bölməsinin izahlarına baxasıyıq. Gəlin, vaxt itirmədən keçək sualların izahına. Birinci sual. Deyir ki, birinci sualda nə deyir? Deyir, elektron poçt ünvanı veribdir. Burada domen adını müəyyən eləyin. Gəlin, domen adını müəyyən eləyək. Biz bilirdik ki, domen adını elektron poçta bir istifadəçi adı var. Bir də domen adı var. Domen ad var. Domen ad, bax, ət işarəsindən sonra olan idi. Ona görə birinci sualda oldu cavab nə? A variantı. Demək, ət işarəsinə qədər olan istifadəçi adıdır. Ət işarəsindən sonraki hissə nədir? Domen addır. Ona görə birinci sualda cavabımız oldu A variantı. Gəlin ikinci suala nəzər yetirək. Deyir, simsiz şəbəkə texnologiyalarını müəyyən eləyin. Simsiz şəbəkə texnologiyaları burada hansıdır? WiMAX-dır, bir də nədir? Bluetooth-dur. Oldu 2, 4. 2, 4 hansı variantdadır? İkinci sualda D variantındadır. İndi gəlik üçüncü suala. Deyir, internet, üçüncü sualda deyir ki, internet xidməti deyil. Baxaq, demək, Usenet internet xidmətidir, www-də internet xidmətidir, elektron poçt internet xidmətidir, RC də internet xidmətidir. İnternet xidməti deyil, P kanalı. Burada ötürmə mühitidir. Biz bilirdik ki, ötürmə mühiti olaraq naqilli və naqilsiz olaraq ötürmə mühiti iki yerə bölünürdü. Naqilli, yəni simliyə aid idi nə? Simliyə aid idi, demək, sarımış cütlük kabellər, koaksal kabellər, bir də fiber optiklər. Demək, digər, yəni naqilsiz, yəni simsiz də deyirlər. Onlara aid idi nə? Demək, mikrodalğalar, sonra radio siqnallar, bir də nə? Bir də peyk kanalı. Onlar da nələrə aid idi? Ötürmə, simsiz ötürmə mühitinə aid idi. Demək, internet xidməti olmayan hansı oldu? B variantı, peyk kanalı. Sonra gəlirik, dördüncü IP ünvan ola bilməz. Biz deyirik ki, IP ünvan nə zaman ola bilərdi? Demək, 4 dənə oyuqdan ibarət idi. 3 nöqtə ilə bir-birlərindən ayrılmışdı və eyni zamanda hər oyuq 0-255 arası olmalı idi. 0-255 aralığı. Baxıram ki, baxın, burada 0A variantı, bəli, ola bilər. Sonra baxıram ki, B variantı da ola bilər. Baxın, 0-255 arasıdır. Baxın, demək 32, 218, 205, 54, 93, 228, 250, 254 ola bilər. 192, 126, 254, 235 ola bilər. 193 ola bilər, 128 ola bilər, 254, 255 ola bilər. Amma C variantında baxın, 192 olar, 92 olar, amma 256, 255-i aşıbdır ya, ona görə C variantı ola bilməz. Ona görə 4-cü sualda cavabımız oldu nə? C variantı. İndi 5-ci suala keçid almış oluruq. Aha, deyir ki, demək, info@dim.gov.az elektron poçt ünvanında istifadəçi adını müəyyən eləyin. Bax, info@işarəsinə qədər. Bu istifadəçi adıdır. Amma @işarəsindən sonra dim.gov.az, bu da nədir? Domen addır. Baxın, burada @işarəsinin heç bir halda heç birisinə aid eləmirik. Nə istifadəçi adına aid deyil, nə də ki, domen adı aid deyil. Burada nəyə soruşur bizdən? İstifadəçi adını. İstifadəçi adı da hansıdır? Infodur. Ona görə 5-ci sualda cavabımız oldu A variantı. İndi növbəti suala keçid almış oluruq. 6-cı suala keçid alırıq. Şəbəkə kartının funksiyası nədir? Şəbəkə kartı buna nə də deyirlər? NIC də deyirlər. Ethernet kartı da deyirlər. Düzdürmü? Şəbəkə kartının funksiyası kompüteri kabel şəbəkəsinə qoşmaqdan ötürüdür. Ona görə 6-cı sualda cavabımız oldu B variantı. Demək, şəbəkə kartının funksiyası nədir? Bu nəzəri olaraq dərsin içində də var və mən sizə bunu izahda da demişəm. Demişəm ki,
şəbəkə kartının funksiyası kompüteri kabel şəbəkəsinə nədən ötürüdür? Qoşmaqdan ötürüdür. Ona görə 6-cı sualda cavabımız oldu B variantı. Keçirik növbəti suala. Növbəti sualımız 7-ci sualdır. 7-ci sualda deyir ki, axtarış sistemlərində reverantlıq nədir? Bu bir qaydadır və tərifdir. Axtarış sistemlərində reverantlıq nədir? Demək, axtarış meyarına uyğunluq dərəcəsidir reverantlıq. Demək, axtarış sistemlərində reverantlıq tapılan informasiyanın axtarış meyarına nə idi? Uyğunluq dərəcəsidir. Ona görə 7-ci sualda cavabımız oldu A variantı. Keçirik 8-ci suala. 8-ci sualda deyir ki, şagird dəftərdə yazdığı məktəb serverinin IP ünvanını bərpa etmək istəyir. Ona kömək etmək üçün hərfləri düzgün sıralayaraq IP ünvanını bərpa edin. Baxaq görə düzgün IP ünvanı burada necə ola bilər? Söhbət neçənci sualdan gedir? 8-ci sualdan. Baxın, əgər tutaq ki, biz desək ki, tutaq ki, A variantını götürsək, A variantında deyir ki, birinci D-ni gətir. D neçədir? 20-dir. Yazıram tutaq ki, 20. Sonra nə deyir? Deyir, sonra A gəlsin. A da neçədir? .64. Sonra B gəlsin deyir. B neçədir? 3.13. 3.13. Sonra nə gəlsin? C gəlsin. C də 3.133'dür. 3.133. Baxın, bu A variantında olduğudur, A bəndində. Belə bir IP ünvanı ola bilər. IP ünvanı neçə oyuqdan ibarətdir? Düzdür, 4 oyuqdan ibarətdir. Bax, 20-0-255 aralığıdır, bu ola bilər. Amma 643 heç bir halda ola bilməz. Çünki IP adreslər yalnız 0-255 aralığı olmalıdır. Ondan artıq ola bilməz. Ona görə də variantı ola bilmir. Amma indi B variantına baxın. Baxın, indi B variantını yoxlayaq. Baxın, B variantında deyir ki, birinci D gəlsin. D neçədir? 20. Yazıram 20. Sonra deyir B gəlsin. B neçədir? 3.13. Sonra deyir C gəlsin. C neçədir? 3.133. Sonra da deyir ki, nə? D-ni yazdıq, B-ni yazdıq, C-ni yazdıq. Deyir A gəlsin. .64. Baxın, neçədən oyuqdan ibarətdir? 4 dənə oyuqdan ibarətdir. Bir-birlərindən 3 dənə nöqtə ilə ayrılıb. Və hər bir aralıq 0-255'i aşmır. Bax, 0-255'i aşmır. Baxın, 0-255. Bax, bu aralığı aşmır. Baxın. Ona görə cavabımız nədir? Ona görə cavabımız B variantıdır. Ümid eləyirəm aydındır. İndi keçirik növbəti suala. Demək, növbəti sualımız nədir? 9-cu sual. Demək, 8-ci sualda cavabımız nə oldu? B variantı olmuş oldu. İndi keçirik 9-cu suala. 9-cu sualda nə deyir? 9-cu demək sualda deyir ki, yanlış fikirləri müəyyən eləyin. Aha. IP ünvanı kodlaşdırmaqdan ötürü deyir 64 bit lazımdır. Yox, 64 yox. Demək 32 bit lazımdır. IP ünvanlarının uzunluğu 32 bitdir. Hər oyuq 4 dənə oyuq var. 4 dənə oyuq var və hər oyuq 8 bitdir. Hər oyuq 8 bitdirsə, ümumi 32 bit eləyir. 32 bit. Ona görə 64 yox, 32 bitdir. Sonra, URL ünvan internet resurslarının rəsmi yerini müəyyən eləyir. Bəli, bu doğrudur. Bu doğrudur. Amma birinci sual yanlış idi. IP ünvanı misal olaraq 74, 1, 100, 375 artıq körradır. IP ünvan 0-255 aralığı olmalıdır. 375'dir burada. Bu olmaz. Sonra D Kanada'nın domen ünvanıdır. Yox. D Kanada'nın domen ünvanı deyil. D Almaniyanındır. Almaniyanındır. Kanada'nın domen adı C adı. Kanada'nın domen adı, Kanada'nınki domen adı C adı. Ona görə 4 də səhvdir.
4 də səhvdir. Demək, bizdən nəyə soruşur? Bizdən soruşur, demək, IP ünvan, bu neçə idi? Bu 3 idi də. 1 də səhv oldu, 3 də səhv oldu, 4 də səhv oldu. İndi protokol 5-də nə deyir? Protokol kompüterlər arasında informasiya mübadiləsini nizamlayan qayda və standartlar toplusudur. Mən demişəm ki, bu sözə rast gələndə bilin ki, nəyə aiddir? Protokolun tərifidir. 5 doğrudur. Hosting saytların internetə yerləşdirilməsi xidmətidir. Bəli, 6 da doğrudur. Məndən nə istəyir? Məndən yanlışları istəyir. Mənim yanlışlarım hansıdır? 1, 3, bir də 4. 1, 3, 4 oldu E variantı. 9-cu sualda cavabımız nədir? E variantı olmuş oldu. İndi keçirik demək 10-cu suala. 10-cu sualda deyir ki, demək, doğru mülahizələri müəyyən eləyin. Doğru mülahizələri müəyyən eləyin. Baxırıq. Birinci nə deyir? Elektron poçt ünvanında istənilən simvoldan demək, istifadə etmək olar. Yox, istənilən simvol elə bir şey yoxdur. Router aktiv şəbəkə avadanlığıdır. Bəli. Biz dedik, aktiv şəbəkə avadanlıqları routerdur, switchdir. Switchin başqa adı nə idi? Ona switch də deyirik, yəni körpü, sonra switch də var idi, bridge də var idi, bridge'in başqa adı körpü idi, düzdürmü? Bunlar özdə eyni zamanda lokalda işləyirdilər, amma router nədir? Qlobalda işləyir. Eyni zamanda nədir? Aktiv şəbəkə avadanlığı idi. Biz dedik ki, avadanlıqlar 2 yerə bölünür. Aktiv şəbəkə avadanlıqları, bir də pasiv şəbəkə avadanlıqları. Aktiv şəbəkə avadanlıqlarına aid idi, router idi, ondan sonra bridge idi, yəni körpü, switchdir, hubdur. Bunlar aktiv şəbəkə avadanlıqları idi. Ona görə də 2-ni düz götürürük. Router aktiv şəbəkə avadanlığıdır. Sonra simsiz bağlantı zamanı yalnız radio siqnallarda, niyə yalnız mikrodalğalar da var, peyk rabitəsi də var. Ona görə 3-cü sual səhvdir. IP ünvanlar IP4 32 bitlik unikal ikilik kodlarla istifadə olunur. Bəli, bu doğrudur. HTTP internet xidmətidir, yox protokoldur, bu da səhvdir. Oldu cavabımız nə? 2, 4. 2, 4 hansıdır? E variantıdır. Demək 10-cu sualda cavabımız nə oldu? E variantı olmuş oldu. İndi keçirik 11-ci suala. Demək 11-ci sualda 11-ci sual. Demək burada bir dəqiqə. 11-ci sual. 11-ci sualda deyir ki, cədvəl verilibdir. Həmən cədvəldə deyir ki, qaval sorğusu üzrə tapılan səhifələrin sayını müəyyən eləyin. Baxaq görək. Baxın. 11-ci sual. Baxın, burada qavalla qoşanağaranın nəyi var? Birləşməsi var. Mən demişdim ki, OR nəyi bildirir? Riyaziyyatdakı birləşməni. AND nəyi bildirir? Riyaziyyatdakı kəsişməni bildirir. İndi ona uyğun olaraq yazırıq. Baxın, qavalla qoşanağaranın, gəlin bir Euler-Venn diaqramı çəkək. Bu olsun, tutaq ki, nə? Qaval. Bu da olsun qoşan ağara. Sonra qavalla qoşan ağaranın kəsişməsi bax bu hissədir. Bu hissə 3-dür. Qoşan ağara üzü 93-ə bərabərdir. Bax qoşan ağara 93-ə bərabərdir. Onun 3-ü buradadsa, onda 90-ı bura düşür. Sonra qavalla qoşan ağaranın ümumi birləşməsi də 265-dir. Amma bu hissə nədir? Demək, bu hissə demək, məndə bilmirik də. Qaval, ümumiyyətlə, qaval nə qədərdir, onu verməyib. Bu hissə məndən qavalı soruşur. Amma verməyib. Məndən qavalı soruşur. Buranı da x qoyuram. Ümumi nəyə bərabərdir? Ümumi demək 265-ə bərabərdir. Yazıram x, üstə gələk 3, üstə gələk 90 bərabərdir 265-ə. Demək, buradan x nəyə bərabərdir? Demək, x üstə gələk 93 bərabərdir
265-ə. X də bərabərdir. 265-dən çıxıram neçəni? 93-ü. Onda x nəyə bərabər olmuş olar? Demək 172-yə. Aha. Mənim x-im neçədir? 172-dir. Mən burada x-i tapıram 172. Bax, bu hissə x-dir. Və mən burada x-i tapıram demək neçə? 72. Bax, x bərabərdir. Tapdım 172. İndi məndən ümumi qavalı istəyir. Bax, mənim qavalım bax buradır. Bax, baxın, bax bu hissə. Bax, bu hissə mənim qavalımdır. Bu necədir? X üstə gələ 3-dür də bu hissə. X üstə gələ 3 mənim qavalımdır. Bax, qavalım. Qaval bərabərdir. X üstə gələ 3. X-imi neçə tapmışam? 172. 172-nin də üstünə 3 gələndə eləyir 175. 175 oldu nə? D variantı. Ümid eləyirəm, aydındır. 175 D variantı olmuş oldu. İndi keçirik növbəti suala, 12-ci suala. Görək 12-ci sualda nə deyir? Hı-hı. 12-ci sual. Deyir ki, baxın, burada üje 3 dənəli verib. Aşıq musiqisi and opera ilə muğamın nəyi birləşməsi? Aşıq musiqisinin demək and opera ilə demək nəyin? Demək opera ilə muğamın birləşməsi. Aşıq musiqisi ilə operanın kəsişməsi 258-i verib. 258-i verib. Aşıq musiqisi, opera, bir də muğam. Bunların üçünün bir yerdə kəsişməsi də mənə nəyi verib? Verib 25-i. Və üçünün bir yerdə kəsişməsi varsa, baxın, gəlin bunu əvvəl belə çəkək. Bunu gəlin belə çəkək. Bunu başqa rəng eləyək. Bunu tutaq ki, hərəsini bir rəngdə çəkim. Bizim heç yaxşı çəkmədim ki, bunu sərgəli bir şəkildə çəkək. Bir də qaranı da götürək. Qaranı yox, göyü götürək. Bu da belə. İndi bu olsun nə? Bizə deyir ki, demək, aşıq musiqisi, opera ilə muğam. Demək, neyiniyibdir? Burada üçünün kəsişməsi. Üçünün kəsişməsi aşıq, opera, bir də muğam. Yazıram bura, bu olsun aşıq. Bu olsun opera. Bu da olsun muğam. Aha. Bu üçünün kəsişməsi bax bu hissədir. Deyib, bu hissə. Baxın, burada üçünün də payı var. Bax, üçünün də payı var. Üçü də buradan keçir. Bu üçünün demək, aşıq musiqisi, opera, bir də muğam. Bu üçü bir yerdə mənə verib nəyi? Mənə verib 25-i. Aha. Sonra deyir ki, aşıq musiqisi ilə opera 258-dir. Bu aşıq musiqisi, bu da opera. Bax, bunun kəsişməsi də aşıq musiqisi ilə operanın kəsişməsi də bax buradır. Baxın, buradır. Aha. Bu ümumi 258-dir. Onda bunun 25-i buradadırsa, mən 258-dən o 25-i çıxaram. Yerdə qalar 233. Bax, onda bunun 233-ü də bura düşür. Baxın, nəticədə 233 ilə 25-in cəmi 258-i verdi də, düzdürmü? Aha. Sonra, indi məndən nəyi soruşur? Deyir, aşıq musiqisi ilə muğamın kəsişməsi. Bax, aşıq musiqisi ilə muğamın kəsişməsi. Aşıq musiqisi ilə muğamın kəsişməsi ümumi buradır. Baxın, buradır. Amma mən bu hissəni bilmirəm. Buranı da bir x qoyuram. İndi gəlin diqqət eləyək. Baxın, deyir ki, aşıq musiqisi, bax bu hissədir. Bax, bu hissə aşıq musiqisidir.
Baxın, baba bu hissə aşıq musiqisidir. Lap yaxşı. Bu hissə oldu aşıq musiqisi. Deyir opera ilə muğamın birləşməsi. Bax, aşıq musiqisini saxlayıram hələ. Opera ilə muğamın birləşməsi görüm hansı hissədir? Opera ilə muğamın birləşməsi. Opera buradır. Bax, bu hissə operadır. Düzdürmü? Baba, bunu qoy qırmızı rəng eləyim. Baba, opera bax buradır. Bax, bu hissə. Opera buradır. Baba, bu hissə. Opera. Bax, bu hissə operadır. Opera ilə demək, muğamın birləşməsi, bax bunu deyirəm. Opera ilə muğamın birləşməsi, muğam da buradır. Bax, opera ilə muğamın birləşməsi mənə haranı verib? Bax, opera ilə muğamın birləşməsi mənə buranı verib, düzdürmü? Mənə deyir ki, opera ilə muğamın birləşməsi və aşıq musiqisi ilə də kəsişməsi. Bax, bura, bax bu hissə opera ilə muğamın nəyinə düşür? Birləşməsinə düşür. Amma aşıq musiqisi ilə də kəsişməsi mənə verir bax bu hissəni, bax bu hissəni. Yəni mənə nə vermiş olur? Mənə verir x 25 bir də 233-ün cəmi. Bunların hər ikisinin üçünün bir yerdə cəmi mənə bax bu 333-ü vermiş olur. Onda yazıram x üstə gələk 25 üstə gələk 233 bərabərdir, demək 338-ə. Onda x bərabərdir 338-dən həm 233-ün çıxıram, həm də çıxıram 25-in. Onda x nəyə bərabər olur? Demək, x də bərabər olur. Demək, 338-dən 233-ün çıxıram. Sonra da 25-in. X bərabər olur 80-ə. Aha. Mən burada x-i 80 tapdım. Baba, bu hissəni mən tapdım 80. Mən burada yazıram. X bərabərdir 80. Demək, x bərabərdir 80. İndi məndən nəyə soruşurdu? Məndən aşıq musiqisi ilə muğamın sorğusunun kəsişməsin. Aşıq musiqisi ilə muğam. Aşıq musiqisi ilə muğam budur və buranın mənə kəsişməsi bax x-la 25 olan cəmi verir. X üstə gələ 25 olan cəmi. X-in də üstünə 25 gələndə 80-in üstünə 25 gələm. Bu da mənə nəyi verir? 105-i vermiş olur. 105. 105 nədir? Baxın, D variantı olmuş oldu. Ümid eləyirəm aydındır. Bu da belə. Keçirik növbəti suala. Növbəti sualımız, baxın, 13-cü sualdır. On üçüncü sualda deyir ki, axtarış sisteminin tətbiq edilən sorğuların kodlarını, onların nəticələrinin artma ardıcıllığına görə müəyyən edin. Artma ardıcıllığına görə. Bax, ədlərin sayı nə qədər çox olarsa, həmən sorğu bir o qədər kiçik olar. Kiçik. Orların sayı böyük olarsa, yəni çox olarsa, orların sayı çox olarsa, çox. Ənin sayı çox olanda kiçik olur. Orun sayı çox olanda, o da böyük olmuş olur. Böyük olmuş olur. İndi baxıram. Mənə nə deyir? Mənə deyir ki, artma ardıcıllığına görə. Yəni kiçikdən böyüyə. Baxın, kiçikdən böyüyə doğru. Düzməliyəm. Burada ən kiçik hansıdır? Əndin sayı ən böyük olan. Ona görə birinci gələcək, bax, C. Çünki ənd burada neçə dənədir? Yox. Ənd burada 2 dənədir, hə. 2 dənə ənd var, birinci bunu götürürəm. Sonra bir dənə ənd var, ikinci B-ni götürürəm. Əndlərlə qutardı. Orların sayı çox olan ən böyük olasıdır. Bax, bir dənə or var. Üçüncüyü bunu götürürəm. Ən yuxarı olan, ən çox olan orların sayı çox olandır. Demək, orların sayı burada da 2 dənədir. Onda da dördüncü bu olur. Demək, birinci C, ikinci B, üçüncü D, dördüncü də A.
Yəni CBDA. CBDA oldu C variantı. Demək 13-cü sualda cavabımız oldu nə? C variantı. İndi keçirik 14-cü suala. Baxın, 14-cü sualda da eyni qaydadır. Eyni məntiqlə davam edirik. 14-cü sualda amma deyir ki, azalma sırası ilə deyirsə, azalma sırası ilə, onda mən çoxdan aza doğru getmiş oluram. Çoxdan aza doğru gedirəmsə, orların sayı çox olan birinci bab A gəlir. Sonra ikinci orların sayı çox olan B gəlir. Çoxdan aza gedirəm də. Sonra orlarının sayı çox olan, baxın, D gəlir. Orlar bitdi, sonra ənd gəlir bir dənə. O da neçədir? C-dədir. Demək olur nə? A, B, D, C. A, B, D, C oldu B variantı. Ümid eləyirəm, aydındır. İndi keçirik 15-ci suala. 15-ci sualda nə deyir? Deyir ki, ikili say sistemində verilib IP ünvanlar. Onu onluq say sisteminə gətirməliyik. Bax, bunun üçün nə edirəm? Bax, baxıram. Bunu 8-8 ayırıram. 8-8 ayırıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bax, buradan bura kimi bir dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu ikinci. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bax, bu da üçüncü. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bax, bu da dördüncü. Aha. İndi ikili say sistemindən biz onluq say sisteminə keçməyi bilirdik. Neyinirdik? Məsələn, baxın, burada 1, yanında 1, 2, 3, 4, 5. 5 dənə 0, 2 dənə 0. Bax, məsələn, 2 dənə 0, 1, yanında 5 dənə 0. 1, 2, 3, 4, 5. İkilikdə bu ədəd verib. Onluğa keçirtməkdən ötürü ikili say sisteminin qüvvətlərini sağdan sola doğru yazaq. Baxın, 1, 2, 4, 8, 16, 32, 64, bu da 128. Demək, sıfırların üstündən yenirdik, xətt çəkirdik. Bir dənə birlərin üstünü toplayırdıq. Baxın, burada hamısı sıfırdır. Bir dənə 1 qaldı, o da 32. Demək, birinci nədir? 32'dir. Sonra, indi ikinciyə baxırıq. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə 1 var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 2'nin qüvvətlərini buraya yazdıq. 1, 2, 4, 8, 16, 32, 64. Bu da 128. İndi say sistemləri dərsinin təkrarına keçəndə bu yadınıza düşmüş olacaq. Burada 0 yoxdur, hamısı 1'dir. Birlərin üstünü toplayırsan, yəni 1'i, 2'ni, 4'ü, 8'i, 16'nı, 32'ni, 64'ü, bir də 128'i. Bunları toplayırsan, bu sənə nəyə vermiş olur? Bu sənə verir 255'i. Elədimi? 255'i, bəli. Və yaxud da ki, bu neçə dənədir? 8 dənə 1'dir. Məsələn, 8 dənə 1, demək, 8 dənə 1. Mən 2 üstü 8, bu nə deməkdir? 1 yanında 8 dənə 0. Düzdürmü? 4, 5, 6, 7, 8. Mən 1 yanında 8 dənə 0, 2 üstü 8 deməkdir də, bu 256. Düzdürmü? Mən bundan 1'in çıxanda, bu neçə dənə? 8 dənə 1 qalmış olmur. 4, 5, 6, 7, 8. 8 dənə 1 qalmış olur. Bəli, düzdür. 2 üstü 8, 256'dır. Onda 1'in çıxanda neçəsi qaldı? 255 qaldı. Və belə də tapdıq, belə də tapdıq. İndi bunu say sistemlər dərsində təkrar eləmiş olacağıq. Demək, bu nə oldu? 255 oldu. Və bunu keçdək. 1 yanında neçə dənə sıfırdır? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunu dəsən heç düzgün ayırmamışıq. Bu 8. Ya, yox, burada var. 1 var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli. 1 yanında 8 dənə 0 olsaydı, 1 yanında 7 dənə 0 olsaydı 128 olardı. Üstünə də sondakı biri gəlib 129 olur. Bu da 129'dur.
1 yanında 8 dənə 0 dedik nədir? Bu da 256. Belə 1 yanında 7 dənə 0-dır. 7-dir bu. 1, 2, 3, 4, 5, 6, 7. 1 yanında 7 dənə 0, 2 üstü 7 deməkdir. O da 128-dir. Demək 128, 129, 255, 32. Oldu hansı variant? Baxın B variantı. Ümid eləyirəm aydındır. İndi keçirik 16-cı suala. Bir dəqiqə su içim. Bir dəqiqə gözləyin, su içim. Demək 16-cı sualla davam edirik. 16-cı sualda nə dedim? Deyir ki, düzgün yeni IP ünvanını bərpa eləyin. Demək 15-ci sualda nə oldu cavab? B variantı. İndi 16-cı suala baxırıq. Deyir düzgün IP ünvanını bərpa eləyin. Görək nə olur düzgün IP ünvanı. Aha. Burada düzgün IP ünvanı. Tutaq ki, mən məsələn A variantı götürsəm, deyir birinci D gəlsin. D neçədir? 16. Yazırım 16. Sonra deyir A gəlsin. A neçədir? 4.213. Sonra deyir C gəlsin. C neçədir? 6.23. Sonra da deyir B gəlsin. B neçədir? 0.28. Ay uşaqlar, neçədən oyuqdur? Bu 1, 2, 3, 4. Yaxşı, 4 dənə oyuq deyib başa düşdük. Amma biz deyirdik ki, maksimum 0-255 aralığı olmalıdır. Baxın, ikinci oyuqda 2136 var. Ola bilər, ola bilməz. Mümkün deyil. Amma E variantına baxın. Bax, deyir birinci D gəlsin. D neçədir? 16. Yazıram 16. Sonra deyir C gəlsin. C neçədir? 6.23. Sonra deyir A gəlsin. A neçədir? 4.213. Sonra da deyir B gəlsin. B də 0.28'dir. Baxın. 4 dənə oyuq var. Və hər bir oyuq 0-255 aralığını aşmayıb. Ona görə də düzgün cavabımız E variantıdır. İndi keçirik 17-ci suala. Deyir ki 17-ci sualda IP ünvanlar onluq sayı sistemində təsvir üçün aşağıdakı qaydalar verilir. Deyir ilk və son ədədi 2 üstü 6 ədədinə bərabər olsun. 2 üstü 6 ədədi neçədir? 64'dür. 64 nətər yazılır? 1 yanında 6 dənə 0. Bax deyir birinci və sonuncu rəqəmi 2 üstü 6 olsun. 2 üstü 6 nədir? 64'dür. 64 nətər yazılır? 1 yanında 6 dənə 0. Nədən gətirir? 2 üstü 6'dır bu. 2 üstü 6'da 1 yanında 6 dənə 0 deməkdir. Düzdürmü? Bu ümumi neçə dənə bit eləyir? 1, 2, 3, 4, 5, 6, 7. Bax 1, 2, 3, 4, 5, 6, 7. 7 bitdir bu. Mənim axı hər oyuğum 8 bit olmalıdır. 8 bitə tamamlamaqdan ötürü qarşısına bir dənə nə artırıram? 0 artırıram. Bax oldu 8 bit. Birinci və sonuncu rəqəmi bu olmalıdır. Birinci və sonuncu rəqəmi 8 bit bu olmalıdır. Baxın A variantı avtomatik çıxır. Nəyə görə? Burada bir dənə 0'dır. Burada alınmaz. Baxın B variantı da getdi. Baxın sonuncu rəqəminə. Birinci və sonuncu. Baxın eyni deyil. Baxın C variantı da getdi. Birinci və sonuncu rəqəmi eyni deyil. Qaldı D ilə E. Bu ikisi ola bilər. İndi baxaq görək. Sonra deyir ki 2 üstü 3-cü və 4-cü, ikinci belə 3-cü ədədləri isə ikinci və 3-cü ədədləri uyğun olaraq 2 üstü 7 və 2 üstü 7 üstə gələk 1'dir. 2 üstü 7 say sistemlərində keçmişik. 1 yanında 7 dənə 0 deməkdir. 3, 4, 5, 6, 7. Bu 8'ə tamamlandı. Düzdürmü? 1 yanında neçə dənə? Demək 7 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7. Aha, bu 8 bit elədi. 1 yanında 7 dənə 0. İkinci və üçüncü ədədləri. Baxın, bu ikinci ədəd ödədi burada. Amma buna baxın, bu ödəmədi. Bu səhvdir. Ona görə E variantı getdi. Bizə dənə düzgün cavab nə qaldı? D variantı qalmış, olmuş oldu.
Demək 17-ci sualda cavabımız nə oldu? D variantı. İndi 18-ci suala keçid alırıq. Deyir ki, IP ünvan onluq say sistemində yazılıbdır. Onluq say sistemində yazılıbdır. Deyir bunu ikilik say sistemində doğru yazılışını müəyyən eləyin. Bax, eyni qaydadır, gəlin tətbiq eləyək. Bax, birinci 32 olmalıdır. 32 necə yazılır? 1 yanında 5 dənə 0. 1 yanında 5 dənə 0. 3, 4, 5. Bu 6 dənə oldu, düzdürmü? Qarşısına 2 dənə 0 artıraram ki, 8 bitə tamamlansın. Bu mənim nəyim oldu? Oldu bu mənim 32. 32. Bu belə. İkinci. İkinci nə gəlir? İkinci gəlir 128. 128 nə deməkdir? Bax, 32-ni yazdıq. Gəlir 128. 2 üstü 7 nə deməkdir? 128 deməkdir. 128 demək 2 üstü 7-dir. 2 üstü 7-də 1, yanında 7 dənə 0 deməkdir. 7 dənə 0. Bu ümumilikdə 8 bit oldu, düzdürmü? Bax, 1, yanında 7 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7. Bax, bu da oldu 128. Bu da oldu 8 bit. Sonra gəlir növbəti 127. Demək 127 nədir? 127 128-dən 1 çıxmaq deməkdir. 128-dən 1 çıxanda 127 qalır. Onda bax bu ədəddən, yəni 1 yanında 7 dənə 0-dan mən 1-in çıxsam, 1'in. Bax bu ikili ədəd bunların hamısına 1'i verə-verə gələsidir. Bunların hamısı 1 olasıdır. Ən axırda 1 gələndə bu 2 olasıdır, düzdürmü? 2-dən 1'in çıxanda 1 qalasıdır. Bunların hamısı 1 qalır. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə 1 qalır. Bu qarşıda 0 olur. Düzdür? O 0 da neyinir? Düşür aşağı. Düşür aşağı. Düşür aşağı. Olur 0. Neçə dənə? 7. Belə 1 dənə, neçə dənə 1? 7 dənə də 1. Olur 0. 7 dənə də 1. 3, 4, 5, 6, 7. 8 bit də budur. Bir də sonra gəlir 255. 255, 256-dan 1 çıxmaq deməkdir. 255 qalır. 256 nə deməkdir? 2 üstü 8. Yəni 1, yanında 8 dənə 0. Aha. 1 yanında 8 dənə 0-dan. Mən 1'in çıxsam, demək neçə dənə 1 qalar? 8 dənə 1 qalmış olar. 8 dənə də nə qalmış olar? 1 qalmış olar. 2, 3, 4, 5, 6, 7, 8. Bu da 8 bit. Belə bir cavabımız var. Bəli, E variantıdır. Ümid eləyirəm aydındır. İndi gəlik 19-cu suala. Görək 19-cu sualda nə deyir? Gəlik 19-cu suala. Gəlin, vaxt itirmədən 19-cu sualın izahına baxaq. Aha. Demək, deyir, fail şəbəkə ilə ötürməzdən əvvəl istifadəçi tərəfindən arxivləşdirilir ki, daha tez göndərilə bilsin. Arxivləşdirilən zaman failin həcmi 35% azalır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 13/223 bit bölünsün saniyə olarsa, ilkin həcmi 12.000 megabayt olan faili arxivləşdirdikdən sonra ötürmək üçün ən azı neçə dəqiqə tələb olunar? Bax, failin demək şəbəkə ilə ötürülməzdən əvvəl arxivləşdirildi ki, şəbəkə ilə ötürülməzdən əvvəl o deməkdir ki, failin ilkin həcmidir. Failin ilkin həcmi nə qədərdir? 12.000-dir. Və onu 35% mən əvvəl neyinirəm? Azaldıram. Demək, riyaziyyatda bildiyim kimi, mən 12.000-ə, 12.000 məndə 12.000 megabayt, məndə 100%-dirsə,
onda yaxşı 35% azaldıramsa yerdə 65% qalır da. Deyirəm neçə megabaytım? Neçə megabaytım? 65% olar. Buradan x bərabərdir. Neynirəm? 12.000-i vururam 65-ə. Bölürəm neçəyə? Demək, bölürəm 100-ə. Demək, bu da mənə 7800 megabayt verir, düzdürmü? 7800 megabayt. Aha. 7800 megabayt. İndi mən neynirəm? Deyir ki, burada demək deyir ki, burada mənim həcmim nə oldu? Mənim həcmim oldu 7800 megabayt və mənim sürətimi verib. Sürətim də 13 vurulsun 223 bit bölə saniyədir. Demək, sürətim də nə qədərdir? Sürətim də bərabərdir 13 vurulsun 223 demək bit bölünsün saniyə. Mən nəyə tapmalıyam? Zamanı tapmalıyam. Zamanım bərabərdir həcm bölünsün sürətə. Mənim həcmim nə qədərdir? Demək, həcmim nə qədərdir? 7800 megabaytdır. 7800 megabaytı mən bölməliyəm 13 vurulsun 223. Mən demək 7800-ü megabaytı bitə çevirməkdən ötürü 223-ə vururam. Demək 223-ə vururam. Bölürəm 13 vurulsun 223-ə. Demək 223-lər ixtisar gedir. Düzdürmü? 23-lər ixtisar gedəndə bu da qalır demək. Hə. Demək hesablayaq da. Bu qalır 7800, bu 600 saniyə. Belədə 600. Bu deyilədi neçə? 600 saniyə bölünsün 60-a. Bu da mənə nə verir? Bu da mənə verir, 10 dəqiqəni. 10 dəqiqəni. 10 dəqiqə oldu nə? Cavab D variantı. İndi bunu kalkulyatorla hesapladım mən. Siz bunu belə ümumi hesablaya bilərsiniz. Demək 223-lər ixtisar getdi. Burada qaldı. Bax, bunlar ixtisar getdi. Burada 7800 bölünsün 13 qaldı. Belədə 600. 600 nə? Saniyə elədi. 600 saniyə bu 60-a da ixtisar gedəndə qaldı 10 dəqiqə. Bəli. Oldu cavab nə? D variantı. İndi keçirik 20-ci suala. Bəli. 20-ci sualda görək nə deyir? Hı -hı. 20-ci suala diqqət eləyək. 20-ci sualda demək, futbol verib 2500, voleybol da verib 1900. Bunların hər ikisinin cəmi də 3600-dür. Mənə nə lazımdır? Demək, mənə lazımdır futbolla voleybolun demək nəyi? Kəsişməsi. Kəsişməsi. Demək, bax, bu mənim futbolum. Sonra bu da mənim voleybolum. Demək, məndə futbol nə qədərdir? Futbol demək 2500-dür də, hə. 2500-dür. Demək, mənim voleybolum da 1900-dür. 1900'dür. Aha. Hər ikisinin birləşməsi 3600'dür. 3600'dür.
Demək belə eləyirik. Əgər mən bura kəsişməni bilmirəm, kəsişməni tapmalıyam. Bunu x qoyuram. Onda bura nə olar? 2500 çıxaq x. Bura nə olar? Demək 1900 çıxaq x. Ümumilikdə bir yerdə nə qədərdir? 3600-dür. Yazıram. Demək 2500 çıxaq x içlərinin cəmi verir də mənə. Üstə gələk x, üstə gələk 1900 çıxaq x. Bərabərdir nə qədərdir? 3600-dür. 3600. Burada demək 2500-ün x-lar getdi. 2500-lə 1900-ü toplayanda bu mənə verir 4400-ü. Düzdürmü? 4400. Çıxaq x bərabərdir 3600. Onda x da nəyə bərabərdir? 4400-dən çıxıram 3600-ü. Bu da mənə nəyi verir? Verir demək 800-ü. Bəli, 800-ü. Bu orta mənə nəyi verdi? 800-ü vermiş oldu. Mənə də kəsişməni soruşurdu. Kəsişmədə 800. Oldu cavab nə? B variantı. İndi keçirik 21-ci suala. 21-ci sualda nətərdir? Baxın, 21-ci sualda da bayaqki kimidir. 21-ci sualda da deyir IP ünvanı onluq say sistemində göstərdin. Üzərinə bax belə yazdaq 1, 2, 4, 8, 16, 32, 64, bu da 128. Bax bunu cəmləsək, sıfırların üstün yox, birlərin üstün, demək birlərin üstün cəmləmiş olsaq, bu mənə verəsi 254. Bax bunu da onluq say sisteminə keçirdirəm. Bu mənə verəsi 255-i. Bunu da onluq say sisteminə çevirəndə bu mənə verir 128-i. Bunu da onluq say sisteminə çevirəndə bu da mənə verir 193-ü. 193, 128, 255, bir də 254. Bəli, 254. Bu da cavab nədir? 21-ci sualda. Cavabımız deyil, E variantıdır. Bəli. Sonra keçirik 22-ci suala. 22-ci sualda da bunu ikili say sistemində göstəririk. Baxın, elə 254-ü bayaqlarım göstərdik. Neçə dənə? 7 dənə 1, ən axırda 0. Demək, 7 dənə 1, ən axırda 0. Bax, biri budur. Bax, belə. Sonra gəlirik 128-i göstəririk. 128 1, yanında 7 dənə 0-dır. Sonra gəlirik 255-i göstəririk. 255, demək 256 bir yanında belə 256 bir yanında 8 dənə 0-dır. Bir yanında 8 dənə 0-dan birini çıxanda 8 dənə 1 qalır. Bax budur. Bir də 212, 212 də budur. İkili say sistemində. 22-də olur, ona görə nə? A variantı. Keçirik 23-cü suala. 23-cü sual bizdə demək məsələdir. Baxın. Hı -hı. 23-cü sual. 23-cü sualda deyir 212 bit saniyə sürətlə işləyən modem müəyyən bir məlumatı ötürmək üçün 5 saniyə vaxt sərf edib. Həmin informasiyanı 16 simvollu əlifbada kodlaşdırdığını bilərək məlumatın neçə simvoldan ibarət olduğunu müəyyən edib. Mən 16 simvollu əlifbada kodlaşdırılıbdır hər hansısa bir məlumat. Onun simvol sayını tapmalıyam. Mən bilirəm ki, mənim bir düsturum var idi. Simvol sayı vurulsun əlifbanın ibiti bərabərdir həcm. Belə bir düsturum var idi. Yaxşı, mən simvol sayını tapmalıyam, onu bilmirəm. Əlifbamın ibiti veribdir, 16 simvollu əlifba ilə kodlaşdırılıb. Bir simvolumda 4 bitdir, bunu da bildim. Axı, mən həcmimi bilmirəm. Həcmimi tapmalıyam ki, həcmi 16 simvollu əlifbanın bir simvoluna 4-ə bölün və mən simvollarımın sayını tapım. Ona görə də nə edirəm? Əvvəl mən həcmimi tapıram. Nəyimi tapıram? Həcmimi tapıram. Həcmimi tapmaqdan ötürü mənə lazım olan məlumatlar verilib. Bax, mənim surətim verilib. Bir də mənim zamanım verilib. Zamanım 5 saniyədir. Demək, surət bərabərdir. 212 bit bölə saniyədir.
Mənim zamanım da nə qədərdir? Zamanım da 5 saniyədir. Mən buradan həcmimi taparam. Yazaram h bərabərdir 212 bit bölək saniyəni mən vururam 5 saniyə. Burada saniyələr ixtisar gedir. Qalır nə? 5 vuraq 212 bit. Bunu olduğu kimi saxlayıram. Mənim həcmimi tapdım. Mənim həcmim 5 vuraq 212 bit bitdi. İndi mənim nəyə tapmalıyam? Bax, bu düsturda yerinə qoymalıyam. Simvol sayı vurusun əlifbanın ibiti bərabərdir həcm düsturum var. Əgər məndə 16 simvollu əlifbadsa, onda mənim böyük yenim 16-dsa, bir simvoluma düşən informasiyanın miqdarı 4 bit olasıdır. Hardan tapdım? Çünki 16 bərabərdir axı 2 üstü 4-ə. Burada 4 idi. İndi simvol sayımı bilmirəm. SS vurulsun. Bir simvolumun informasiya dəyəri 4 bitdir. Bərabərdir həcmimi də tapdım. Həcmim nədir? 5 vuraq 212 bitdi. Aha, lap yaxşı. Yazıram. Simvol sayı bərabərdir. 5 vuraq 212 biti. Bölürəm nəyə? 4 bitə. Bitlər ixtisar gedir. 212 nə deməkdir? 212 bölünsün 4-ə. 4-ü də yazaram. Demək, yazıram 5 vuraq 212. 4-ü də yazaram 202. O da bərabərdir. Demək, 5 vuraq 1024 qalır da. 5 212-dən 202-ni 212-ni 202-yə bölməkdən ötürü əsaslar bərabərdir, üstlərdən neyinirəm? Çıxıram. 12-dən 2-sini çıxıram, 10 qalır. 5 vuraq 210. 5 vuraq 210. Görək, belə bir cavab var. Bəli, deyə C variantıdır. Demək, 23-cü sualda cavabımız oldu C variantı. İndi keçirik 24-cü suala. Deyir, modemin ötürülmə sürəti 7600 bit bölək saniyədir. Unicode sistemində kodlaşdırılmış və hər səhifədə 400 simvolu olan mətn failinin ötürülməsi 1,5 dəqiqə olmuşdur. Mətn failinin səhifələrinin sayını müəyyən eləyin. Baxaq görək əlimizdə nə var və bizə nə verilib. Baxın, 24-cü sualdan söhbət gedir. 24-cü sualda mənim sürətim verilir. Mənim sürətim nə qədərdir? 7680 bit bölək saniyədir. Aha. Bit bölək saniyədir və mənim zamanım da verilib 1,5 dəqiqədir. Düzdür? 1,5 dəqiqədirsə zamanım 1,5 dəqiqədir. Baxıram ki, 1 dəqiqəm 60 saniyədir. Nəyə görə saniyə çevirirəm? Çünki baxıram ki, sürət yuxarıda saniyə ilə verib. 1,5 dəqiqəni də saniyə çevirməkdən ötürü onu da 60-a vuraram. 60-a vuranda bu mənə nəyə verir? 1,5 60-a vuranda bu mənə verir 90 saniyəni. Aha. Mənim sürətim də bəllidir, zamanım da bəllidir. Mən həcmimi buradan taparam. 7680 bit bölək saniyəni mən vururam 90 saniyə. Sürəti zamana vuranda mən həcmimi tapmış olaram. Saniyələr ixtisar gedər. 7680 biti də mən 90-a vuranda eləyər 86400 nə? Demək, aldığım cavabı da demək 7680-i 90-a vuraram, bitlə alasıyam. Bitlə. Təzədən bunu 8-ə bölərəm. Biti 8-ə bölüb bayta çevirərəm. Eləyər 86400 bayt. Bu belə. Mən həcmimi tapdım. Həcmim nədir? 86400 bayt. İndi mənə burada deyir ki, demək, Unicode sistemində kodlaşdırılıb və 400 nə simvoldan ibarətdir. Mənim SS-im verilib. Mənim SS-im nə qədərdir? SS-im 400 nə simvoldur. Sonra Unicode im nəyə bərabərdir? 2 baytdır. 2 baytdır. Mətn failinin səhifələrinin sayını tap. Səhifə sayımı bilmirəm. Vurulsun 400. Bir də vurulsun 2 bayt. Bərabərdir 86400-ə.
400 bayta. Onda səhifə sayım bərabərdir. 86400 baytı bölərəm həm 400-ə, həm də 2 bayta. Baytlar ixtisar gedər. Elə bir ki 86400-ü bölərəm 800-ü. O da mənə verər 108. 108 nə? Səhifə. 108 səhifə olur D variantı.